isə text bu bölməni izah edirəm. Bu link qrupunu izah edirəm. Burada nə var? Deməli, keçirəm aşağı hissəyə. Buradan yazacağım. Kursorumu gətirdim bura və burada text box var, mətn qutucuğu əlavə edir. Adi bildiyimiz mətn qutucuğudur. Sadəcə bu Shape-də də var bu. Və burada da var. Bu biraz necə deyirlər? Kənarı nazik çərçivədir. Bu qalındır, daha bəlirgindir. Yəni buradakı fərq ancaq budur. Yəni bir də bunun içərisindən mətn gətirir. Digəri isə bunları götürün buradan. Aha. Digəri isə signature yox. Bu quick paste qərarıdır. Nədir bu? Məsəl üçün ard-arda eyni sözdən təkrar istifadə edirəm. Hər hansısa bir cədvəldən istifadə edirəm. O mənə lazımdır. Bunun rəngin dəyişəcəm. Bu səfər yaşıl qoyacağam. Qırmızını bayaq qoymuşdum. Yaşıl qoyacağım, ölçüsünü artıracağım. Keçəcəm yenə insertdən bu hissəyə. Bu nədir? Mən burada Save Selection to Quick Paste seçilmiş sözü hissəni vursam, bu adda qaldı, elə dəyişmirəm. Qalır bu formada, oku vururam. Sadəcə əlavə olundu. Tutalım, mən bunu aşağılarda hardasa istifadə eləməliyəm burada. Gəlin buradan qoyum kursoru. Və yenidən girirəm bu hissəyə. Artıq baxın, həmin cümlə yaşıl rəngdə olan bura həkk olundu. Vurduqda bu avtomatik gəlir. Sanki mübadilə buferi kimi kopyalanmış sözü gətirirəm. Amma məsələn, mübadilə buferində söndürüb yandıranda bu sözlər itir, amma buradan itmir. Yaddaşda qalır. Bundan əvvəl istifadə elədiyim cümlələrdə bu hissədə artıq qalır. Söndürüb yandıranda yenə yaddaşda saxlayır. Bu da hər hansı bir vacib hissə, yazılması çətin olan söz və yaxud da ki, hər hansı bir düsturu bu şəkildə bura əlavə eləyirəm, istifadə eləyə bilirəm ardıcıl. Daha sonra burada dizaynlı yazı qutucuğu gətirir. Məsələn, bunu yazdım. Bura yazıram informatika. Bu şəkildə yaza bilərəm. Yəni, gördüyünüz ki, dizaynlı qutu gətirir. Amma Home-da olandan fərqi nədir? Home-da da var bu hissədə. Bax bu. Bu seçirik sözü. Sonra yəni verir dizaynı. Amma bu özü ilə qutu formasında gətirir ki, baxın qutu formasındadır. Bura əlavə elə. Yəni yazını dəyiş, yazı əlavə elə. Bu formada bunu seçə bilirik. Yəni fərqi odur. Daha sonra burada nə var? Gəldik. Signature line, imza xətti. Məsələn, bu hissədə yazdım, qutardım sənədi. Bunu da silim buradan. Yazdım, qutardım, istəyirəm müəllif kimi imzam olsun. Bu hissəyə girirəm, signature line-a. Buradan adımı, soyadımı yazıram. Bu hissədən də ixtisas, hansı peşəyə sahibəm, onu yazıram. Yazdım. Və email adres yaza da bilərəm, yazmaya da bilərəm. Zaten görünməyəcək. Yəni, imza hissəsində görünməyəcək. Buradan da yəni, buradan qələmi götürüb imza ata bilərəm. Hər hansı bir imza ata bilərəm. Yəni, bu da bizim olduğu imza. Signature line. Və daha sonra burada nə var? Bunu da artıq sileyim. Yeni təkrar da göstərə bilərəm. Buradan ad, soyad yazılır. Buradan da ixtisas yazılır. Burada istəyə görə email adres yazılıb. Oku vuranda həmin bölməni atır. Yəni imza yerini atır. Burada date time var. Yəni date and time. Yəni saat atır, tarix atır. Məsələn, bunu vurdu. Tarixi yerləşdirdi. İstənilən formada var. Burada hətta saatla olanı var. Bugünkü saatı, bugünkü vaxtı əlavə etmiş olacaq. Bunlar sadəcə birləşdir. Bu formada əlavə etmiş olacaq. Yəni saat budur. Sonra burada A hərfi var və sətirlər göstərir. Bu nədir?
Nağıl kitablarında bəzən görürük ki, birinci hərfi məsələn böyüklə yazıblar. Buradan hər hansısa bir sözü, məsəl üçün bu S hərfini götürürəm. Bu hissəyə girdim, bunu vurdum və S hərfini böyütdü. Nağıl kitablarında görürük bunu əsasən və drop cap options'a girərək bu 3 sətri əsas burada əhatə edir. 1, 2, 3. Mən bunu deyirəm ki, 2 sətr əhatə eləsin. Və burada santimetr 0 yazıb, yəni bu tam olaraq bu kutucuq bu 2 hərflə məsələn birləşib. Mən deyirəm ki, yox, biraz aralı olsun, 1 santim olsun arasında heç olmasa. Bunu vurdum, oku vuracağım və bu formada aralı olacaq. Yəni bu istəyə bağlıdır. Siz bunu verərsiniz və bu ayarlamalı da buradan yerinə yetirərsiniz. Bu da qalın hərflə yazılmasıdır. Yəni buradan artıq yazının stilini seçə bilərsiniz ki, hərf nə formada olsun. Daha sonra burada nə var? Gəldi, bunu da izah edim. Bir dənə qaldı bu obyekt gətirmək. Obyekt gətirmək nədir? Məsələn, keçirəm aşağı bir boş əraziyə. Obyekt gətirmək üzərindən vururam. OLE texnologiyası var. Bu nədir? Bir proqramın digər proqramla əlaqə qurması, birgə işləməsi. PowerPoint slide-ını seçdim və açıldı mənim bu formada PowerPoint. Yəni hal-hazırda PowerPoint-ın içindəyik, pəncərəsindəyik və buradan dizayna gəlirəm. Bu hissədən dizayn verdim sənədimə. Buradan hər hansı bir salam sözü yazım. Yəni siz burada dizayn eləyə bilərsiniz, sözlər yaza bilərsiniz. Daha sonra onu Word-ə köçürmək istəyirsiniz. Sadəcə Escape-ə vuracağım. Escape-ə vurduqda bu buradan çıxış eləyəcək və sənəd Word-ə aparılmış olacaq. Biraz gec apara bilər. Və buradan bunu kiçildərəm, böyüdərəm. Yəni istədiyim hala salaram. Bu formada. Baxın. Və ən əsası da bu canlı olur. Yenədən mən bunun üzərinə klik elədikdə, 2 dəfə çıxıllatdıqda yenə gəlirəm PowerPoint-a. Yenə burada istədiyim formada dizayn verib, dəyişiklik eləyib apara bilərəm ora. Məsəl üçün bir dənə ulduz çəkim, fərq olsun. Bu formada ulduzu qoydum və yenə Escape-i vurub çıxıram. Məni aparır Word sənədimə. Bu formada istifadə edə bilirəm bunu. Və burada daha başqa bir şey var. Text from var. Əsasən bizim çətinliyimiz belə olur ki, Word-də hər hansı bir sənədi, PDF fayl olur əsasən. Biz kopyalayıb gətiririk bura. Və o bizə çətin olur ki, necə deyərlər, hərflər dəyişilir, yerləri gedir, şəkillər əyilir. Yəni, text from fayl ilə gətirəndə isə sənəddə heç bir dəyişiklik olmur. Məsəl üçün, mən burada dərsim var. Buradan insert-i vuracağım. Seçəcəm sənədimi, insert-i vuracağım. Oku vuracağım. Dəstəkləyəcəm. Baxın, mənim PDF faylım gəldi bura. Yəni, bir var kopyalayıb atmaq, bir var proqram özü gətirir. Bu zaman mən burada yazılarda dəyişiklik eləyə bilirəm və yenidən yadda saxlaya bilirəm. Artıq mənə əziyyət vermir ki, mən PDF üzərində bilirsiniz ki, dəyişiklik eləmək olmur. Necə var, elə qal. Amma burada dəyişiklik eləmək olur. Bu formada gətirəndə. Bunu bu formada gətirdik. Ctrl-Z edək, bunu geri qaytaraq. Və başqa bir bunun içərisində əmir nədir? Create from yeni fayl yarada bilərəm və yaxud da ki, gedib yenə də bu hissədən nələrsə gətirə bilərəm. Başqa bir D diskindən və yaxud da ki, C diskindən gətirə bilərəm fayllar. Yəni, bağlayıram, artıq bir dəfə gətirdim. Daha sonra burada var equation, düsturlar əlavə, düstur sətri əlavə eləmək, məsəl üçün kəsir əlavə edirəm, bu formada var. Yuxarıda 2 yazım, aşağıda məsəl üçün 4 yazaq, məxrəcdə 4-də 2. Bu formada əlavə eləyə bilirəm və yaxud da ki, məsafə qoyub, yenidən bu hissəyə daxil olub, kök altı ifadə gətirə bilirəm.
Kökaltı ifadə məsəl üçün içərisində 25 olsun. Bu formada yaranmış oldu. Yəni kökaltı ifadə niyə olmadı? Burada nəsə problem oldu. Yəni bu hissədən düsturlar əlavə edə bilirəm. Daha sonra burada var simvol. Tapılmayan çətin simvolları mən buradan çıxardıb işlədə bilirəm. Məsələn, müəllif hüququ S işarəsi. Bunu insert vurub əlavə edə bilirəm. Əlavə olundu. Başqa bir hər hansı bir simvol lazımdırsa, pi işarəsi məsələn gətirə bilirəm. Yəni bu da budur. Simvol və düstur sətri. İstədiyim düsturları, istədiyim simvolları yerləşdirə bilirəm. Bununla da insert tabı bitdi.